Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açmağı unutmayın. Bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Azərbaycanda çoxpilləli pensiya sisteminin inkişafı, xüsusi ikinci və üçüncü pensiya sütunlarının formalaşdırılması həm pensiya təminatının dayanıqlığını gücləndirə, həm də ölkənin maliyyə bazarına uzunmüddətli investisiya resursları cəlb edə bilər. Az xəbər verir ki, bunu Pensions Europe təşkilatının baş katibi və baş icraçı direktoru Matti Lepalla Bakıda keçirilən 11-ci Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində trendə müsahibəsində deyib. Onun sözlərinə görə Azərbaycan və İsveç pensiya sistemləri arasında əsas oxşarlıqlardan biri birinci sütunda şərti müəyyən edilmiş töhfə hesablarının tətbiq edilməsidir. Bu, hər iki ölkədə uğurla həyata keçirilmiş və müsbət nəticələr vermiş islahatlardan biridir. Eyni zamanda Azərbaycanda formalaşdırılmış pensiya sisteminin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Lakin əsas sual insanların bu sistemə necə cəlb olunacağıdır. Keçmişdə könüllü ödəniş imkanları olsa da buna maraq məhdud olub. İsveçdə isə fondlaşdırılmış hissəyə ödənişlər daha çox məcburi xarakter daşıyır və əlavə könüllü yığımlar üçün də stimullar mövcuddur. Bu baxımdan Azərbaycanda da yığım prosesinin daha əlçatan və təşviq edici olması mühüm əhəmiyyət kəsb edir, deyə o bildirib. Lepalla qeyd edib ki, maliyyə baxımından dayanıqlı çoxpilləli pensiya sistemi ümumi sistemin stabilliyini artırır və dövlət maliyyəsi üzərindəki yükü azaldır. Azərbaycanda dövlət büdcəsindən pensiya sisteminə transferlər həyata keçirilir. Çoxpilləli model bu təzyiqin azalmasına kömək edə bilər. Bundan əlavə, pensiya fondlarının vəsaitlərin investisiyalardan əldə etdiyi gəlirlər sistemin maliyyə dayanıqlığını gücləndirir. Əhalinin yaşlanması və demoqrafik göstəricilərin dəyişməsi fonunda insanların əmək fəaliyyəti dövründə öz pensiyaları üçün əlavə vəsait toplanması gələcəkdə pensiya təminatının həm adekvatlığını, həm də sabitliyini artırır, deyə o vurğulayıb. Özəl pensiya fondlarının yaradılması həm də yerli kapital bazarlarının inkişafına mühüm töhfə verə bilər. Bir çox ölkələrin təcrübəsi göstərir ki, özəl pensiya fondları formalaşdıqdan sonra onlar yerli kapital bazarlarına və yerli şirkətlərə daha çox investisiya yatırırlar. İnvestorlar və fondlar adətən daha yaxşı tanıdıqları iqtisadiyyata üstünlük verirlər. Bəzi ölkələrdə bununla bağlı hüquqi tələblər mövcud olsa da, sonradan bu məhdudiyyətlər aradan qaldırılanda belə vəsaitlərin əhəmiyyətli hissəsi yenə də yerli bazarlara yönəlir. Bu yanaşma özəl pensiya fondları yaradan bir çox ölkələrdə iqtisadi inkişaf və kapital bazarlarının dərinləşməsi baxımından müsbət nəticələr verib, deyə Lepalla əlavə edib. Daha çox belə xəbərlərin gəlməsi üçün kanala abunə olub bildirimləri açmağı unutmayın.